Bu da Allah Subhanahu taala bizə əmr edib və buyurub ki, zəkat kimlərə vacibdir və kimlərə zəkat düşür. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurub ki, "İnnemas sadaqatu lil fuqara vel masakin." Həqiqətən sədaqə, yəni zəkat fəqirlərə, kasıblara və miskinlərə verilməlidir. Vel amilina aleyha, və bu işdə işləyənlərə, zəkat işində işləyənlərə. Vel muallafatu qulubuhum, və qəlbləri birləşdirmək üçün verilir zəkat. Və fir riqab, eləcə də qul azad etmək üçün. Vel gharimin, eləcə də borclular üçün. Borcu varsa zəkat ona düşür. Və fi sabilillah, və Allah yolunda həm malı ilə, mülki ilə cihad edən, həm cəsədi ilə cihad edən, həm də ki elmi ilə alimlər də bura daxildir. Və ibn-i səbil, yolda qalan. Fəridətən minallah, Allah tərəfindən bu vacib edilmişdir. Vallahu alimun hakim, Allah biləndir və hikmət sahibidir. Yəni bu 8 sinif insan, hansı ki Tövbə surəsində bu 8 sinif insan keçir, bunlardan başqasına zəkat vermək icazəli deyildir. Necə ki saydıq, kasıblardır, miskinlərdir.